Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclası keçirilib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sayəsində zəruri tədbirlərin görüldüyünü bildirib. Ötən il ölkə ərazisində 31.852 cinayət qeydə alınıb, hadisələrin 90,5%-nin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə 15.766 cinayət işinin istintaqı tamamlanıb, onlardan 1063-ünün istintaqı prokurorluq orqanlarında aparılıb. 24-cü illə müqayisədə 2025-ci ildə qeydə alınmış cinayətlərin sayında azalma, əhəmiyyətli azalma müşahidə edilmişdir. 33.379 24-cü ildə qeydə alınmışdırsa, 31.852 cinayət 2025-ci ildə qeydə alınmışdır. Cinayətlərin açılma faizi 2,9% artmış və 2024-cü ildə 87,6, bu il 90,5% olmuşdur.